Dəyərli izləyicilərimiz, sizə bir dənə gözəl mənzil çıxartmışıq. Həqiqətən bugünkü gün, yəni mənzili tərifləməyəcəyik. Mənzili tərifləməyə ehtiyacı yoxdur. 3 otaqlı 83 kvadrat. Hər otağa da pəncərə düşür. Gördüyünüz bu otaq mənzilimizin qonaq otağıdır. Qonaq otağı da olduğu qədər böyükdür. Aboylara qədər çox keyfiyyətli materiallardan istifadə olunubdur. Mənzildə gördüyünüz bu əşyalardan götürüləcək nə? Mənzil sahibi götürəcək pərdəsini, götürəcək televizorun. Qalan gördüyünüz nə varsa hamısı mənzil daxili satılır. Mənzilimiz 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. 3 otaqlıdır. Qaz xəttləri çəkilib, sayğaclar quraşdırılıb. İnşallah yaxın vaxtda qazımız veriləcək. Mənzilimiz ipoteka yararlıdır, kubcalıdır. 3 otaqlıdır, çox gözəl, səlqəli bir mənzildir. Sizə mənzilin giriş hol hissəsini göstərirəm. Bax, giriş hissədir bura. Gördüyünüz qapı dəyişilib. Sef qapı qoyulubdur. Gördüyünüz bu şkaf həqiqətən də özünüz bilirsiniz. Yəni az qiymətə yığılmır. Keyfiyyətli materialdır. Bu da qalacaq mənzilin içində. Mənzilimizin girişi də çox genişdir. Gördüyünüz kimi mənzili koridoru getdikcə bütün otaqlara girişsən, ayrı-ayrılıqda pəncərələri var. İndi sizə mənzilin yataq otağını göstərirəm. Dəyərli izləyicilər, mənzildə yaşayış olunmur. Ev sahibi rayonunda olduğu üçün mənzilə az-az gəlir. Gördüyünüz bu otaqda əşyalar götürüləcək. Bura mənzilimizin böyük yataq otağıdır. İndi sizə mənzilin ikinci yataq otağını göstərirəm. İkinci yataq otağı da öz pəncərəsi var. Böyükdür, səlqəlidir. Açıq balkonumuz da var. Pəncərələrimiz reşotkasına qədər vırılıb. İpoteka yararlıdır. Hamam, sanitar qovşağı hamısı ayrı-ayrı yerləşir. Sanitar qovşağı, hamam otağı hamısı ayrı-ayrıdır. Ev çox gözəl, səlqəli bir evdir. Həqiqətən də Qurtuluş 90 yaşayış kompleksində yerləşir, Abşeron rayonu Masazır qəsəbəsində. Kompleksimizdə məktəb, bağça fəaliyyət göstərir. İndi sizə mətbəx hissəsini göstəririk. Mətbəxdə gördüyünüz elektron avadanlıqları götürüləcək. Yəni götürüləcək qab yuyan, paltar yuyan, xaladelnik götürüləcək. Aydın məsələdir ki, mətbəx mebeli də onsuz mənzildə qalır. Mənzilimizin ilkin qiyməti 110 min manatdır. İnşallah real alıcılara da endirim olacaq.